tərəfdən digər tərəfə yol çəkilmiş oldu. Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkiyanı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib. Məsud Pezeşkiyanı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkiyan da olub. İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasının dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onu qızı Zəhra Pezeşkiyan müşayiət edib. O digər xarici səfərlərdə də atasının yanında olub. Qeyd edək ki, Məsud Pezeşkiyanın 3 övladı var. Oğlanları Mehdi və Yusif, qızı Zəhra. Prezidentin qızı Zəhra Pezeşkiyan İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O əvvəllər Jam Chemicals şirkətində işləyib. İran prezidentinin kürəkəni Zəhra Pezeşkiyanın həyat yoldaşı Həsən Məcidi hazırda prezident administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. İran prezidenti Məsud Pezeşkiyan Bakı səfəri ilə bağlı paylaşım edib. O qonaqpərvərliyinə görə prezident İlham Əliyevə təşəkkür edib. Dünən Bakıda Azərbaycan Respublikasının prezidenti əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı. Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. Qonaqpərvərliyinə görə cənab Əliyevə təşəkkür edirəm deyə o qeyd edib.